Salam, hər vaxtınız xeyir olsun əziz məmurlar. Anonim Məmurlar Klubuna xoş gəlmişsiniz. Buyurun, etiraf edin. Salam, axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Mən məmuram, illərdir ki məmur işləyirəm və artıq bir neçə gündür ki mən rüşvət almıram. Bravo, bravo. Sizə bir sual vermək istəyirəm. Elə bir məmur ola bilərmi, öz vəzifə öhdəliyini rüşvət almadan yerinə yetirsin? Üzr istəyirəm. Qadan hanım, sən elə bir müəssisə, elə bir idarə tanıyırsanmı ki, orada rüşvət almasınlar? Niyə də yox? Bir çox qurum var. Məsələn, Asan Xidmətin özü. Ne? Bəli. O satımda rüşvət almırlar. Almırlar. Əlbəttə ki. Dəqiq. Əlbəttə, orada heç kimə rüşvət vermədən öz işlərini asanlıqla həll edir. Nətər dolanır. Hə, Bunların problemləri, o quru maaşa dolandılar. Bir qəpik rüşvət yox. Elə yaşamaq mı olar? Yox. Almırlarsa hə. Bəs siz necə, nə vaxtsa kiməsə rüşvət vermisiniz? Bilirsiniz, yəni biz elə bir yerdə yaşayırıq ki, bəli. Çünki almaq üçün vermək lazım, vermək üçün almaq lazım. Yəni bu verməsən, almazsan. Əli yürür, əldə qayıdır. Hörmətli əməkdaş, mənə məxsus yaşayış sahəsinin təyinatını dəyişdirilərək qeyri-yaşayışa keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati icraatın başladılmasını tələb edirəm. Bu çərçivədə obyektin funksional zonlaşdırılması, ayrıca girişin təşkil və konstruktiv daşıyıcı elementlərə müdaxilə edilməsi barədə texniki uyğunluğun rəyinin verilməsi vacibdir. Eyni zamanda sanitariya-epidemioloji normalara və yanğın təhlükəsizlik reqlamentlərinə uyğunluğun təsdiqi üçün aidiyyatı qurumlara sorğuların yönləndirilməsini xahiş edirəm. Tərəfindən təqdim olunmuş çıxarış texniki pasport və mərtəbə planına əsasən reyestrin təyinat dəyişikliklərinin aparılması üçün hüquqi əsasların mövcudluğunu qeyd edirəm. Bu səbəbdən inzibati qərarın qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməsi mənə təqdim olunmasını tələb edirəm. Tələb edirsiniz. Aha, bəli. Çox üzrəm, siz hardan gəlmişsiniz? Ya idarə. Öydən, mən adi vətəndaşım. Tələb edirsiniz. Aha, bəli, tələb edirəm. Qardaş oğlum, gəlmisən, xoş gəlmisən. Bu tələb eləyirəm nədir? Bunu danışaq, düzək, qoşaq, yoluna qoyaq. Həmin qulluğundadır. Bu sözümün Mustafasındır. Ay oğlum. Nə istəyirsən? Bizdə elə bil öyün altının birinci mərtəbəsi məktəbə yaxındır. Onu mağazin obyekt eləmək istəyirik, hə? Ona görə. Oy soğuk. Yoxsa burada başlamızdan tələb eləyirəm, nə bilim, nə qayıram. Lap yaxşı. Düzük qoşacağıq. Oğlum sağ olsun. Gedib çörəyinizi qazanasınız. Ay Allah kömək. Halallıqla dayın qulluğunda da ölmüş. Aha, 3000. 3.000 ayda eləsən o obyektdən götürəsən. Yanına bir dənə də sıfır qoy. Ay. Nə? 30.000. 30.000 nə? Qoy. Harda yaşayırıq? Azərbaycanın milli manatı. 30.000. Hərdən 30.000. Başa düşmürəm, siz məndən rüşvət istəyirsiniz? Mən? Açıq aydın şeydə siz məndən rüşvət istəyirsiniz? Heç mən elə söz dediyim. Ben nədə 30... Yalandan o yan bu yan fırlatmayın, hamısını səs yazıb. Bax. Bax, hamısı buradadır. Dən görüm, o səsi saxla. Deməli, mən sana icazə verdim. Sən getdin, obyekti tikdin. Ayda 3-4 min qazandın, qoydun cibimə, sən ye, iş yerlən. Mən burada nağarmalıyam, bu boyda idarədə işləyirəm mən, işçi saxlayıram. Öydə də qoyun quzu saxlamıram. Nağarmalıyam, oturup burada parmağımı sümürməliyəm mən. Qardaş, bu ölkənin qanunu yoxdur, bu ölkənin bir... Nətər qanunla qaydayla sən bunu müayinə eləməlisən. Mən borcum var sadəcə, dədəmə borcum var, gətirib sapı verirəm. Hamısının səsini yazmışam. Buradan çıxan kimi birbaşa, bütün sosial şəbəkələrlə bir eləyəcəm. Bütün hansı lazım qurum var, hamısına gelib müraciət eləyəcəm. Problem yoxdur. Sən öz bildiyini elə, mən də öz bildiyimi eləyim. Ay sağ ol. Səsim düşüb eləmi? Hamısı. Bax, saniyəsinə kimi. Hani bir baxım görüm, nətər? Gözlə, ala. Açıq aydın. Belə interesli videoda adamın səsi özünə oxşamır. Lap yaxşı.
Sən zarafat edirsən hələ məndən. Lap yaxşı. Yaxşı. Deməli belə. Sən öz bildiyini, mən də öz bildiyimi. Yaxşı. Əbaşoğlu, sən Hə, kimlərdənsən? nə dəxli var hər kimlərdənim? Hə, ehtiramın oğluyam, penis ehtiramı. Pensiya ehtiramın Hə. olursa. Nə oldu? Dədən yaxşı kişidir. Sən yəqin maman tərəfə çəkmisən. Pensiya, ehtiram. Eləmi? Deyir burada. Ehtiram müəllim, salamünəlük. Mənəm Təpəgöz Musanın oğlu. Tanıdın mı? Nə tərsin, nə var, nə yox, ağsaqqal? Var olasan. Sən bilirsən ki, biz həmişə bir-birimizə nəsil-köy hörmətlə yanaşmışıq, eləmi? Yadına düşür, o vaxtı mənim dədəmin barmağını laqonda kəsmişdik. Gətdim yanına, eləmi? Ay, sağ ol. Sən də ona o birinci dərəcəlik 50 yazdın, Yazında, ay ölənlərinə rəhmət. Göz, hədə güya gözü görmür. Ay, sağ ol. İndi bir pırpızbaş gədə gəlib burada mənim yanımdadır. Deyir ki, zat ehtiramın oğluyam, yəni sənin. Bir iş üçün gəlmişdi. Nəsə indi deyir ki, güya mənim səsimi yazıb, gedib bunu sosial şəbəkələrdə paylaşacaq, məni ellə bir eləyəcək, yıxıb sürüyəcək. Güya məni biabır eləyəcək, rüşvətxor kimi zat. Ay ehtiram müəllim, sən gözəl bilirsən ki, əli yiyor, əl də qayıdıb belə hara lazımdır oranı yiyor. İndi mən də, yox, hüququdur, haqqıdır. Qoy getsin, yox, niyə? Qoy getsin kirə, qoy getsin, paylaşsın, yazsın, məni biabır eləsin. Mən də çəkib paylaşacağım ki, görəsən nətər olur. 10 ildir gözü görməyən insanın gözləri birdən-birə açılıb və yenə də pensiyasını alır. Yox, sənin bir şey yoxdur valla. Səndən incimirəm. Yanımdadır küçük. Elə. Alo. Bək danışsana, bək mənlə danışdığın kimi. Asacağım, kəsəcəm, paylaşacağım. Yaxşı, şey eləyərəm. Yox, anam, yaxşı. Yaxşı, sağ ol. Görməyə. Üzrü sayma, söylədim mən. Ağıllı ol, Adam bir iş dalınca gedəndə ağsaqqalla məsləhətləşər. Eşitdin mi? Üzrü saymam, qələt eləmişim dədəmin ağzından. Dədənin yox. Aşağı otur. Nəslinlə qələt eləyirsən. Get. Ağıllı ol. Bu yox. 40 min. Cəmin. Yeri. Çox sağ olun. Canım ona burada.